Salam dəyərli izləyicilər, daha bir faydalı məlumatı diqqətinizə çatdırıram. Ölkə xaricində yaşayan şəxsdən aliment necə tutulur videonu paylaşa bilərsiniz. Burada isə üstə gəl işarəsinə bir dəfə vuraraq digər vacib xəbərləri də izləyə bilərsiniz. Dəyərli izləyicilər, hüquqşünas Mircavad Miriyev ATV-yə bildirib ki, aliment ödəməli olan valideyn ölkədən kənara gedərsə, bu zaman xeyrinə aliment kəsilmiş valideyn icra şöbəsinə müraciət edərək icra məmuruna aliment ödəməli olduğu şəxsin xaricdə olduğu ilə bağlı məlumat verməlidir. İcra məmuru bununla bağlı Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Baş İdarəsinə müraciət ünvanlaya bilər. Həmin idarə tərəfindən icra vərəqəsi müvafiq xarici ölkənin Ədliyyə Nazirliyinə yönləndirilir və hüquqşünas qeyd edir ki, şəxsin aliment ödənişləri yığılıb qaldıqda isə onun ölkədə olan bank hesablarına yönləndirə bilər. Əgər şəxsin olduğu yer məlum deyilsə, bu zaman onun barəsində axtarış verilir. Əgər qərəzli şəkildə aliment ödəməkdən boyun qaçırırsa, bu zaman isə cinayət işi açılır və əgər valideyn borcları ödəməzsə, icra məmuru tərəfindən məhkəməyə müraciət edilir. Həmin valideyn İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən bir ay müddətinə qədər inzibati qaydada həbs edilməsi məhkəmə qərarı ilə qəbul edilə bilər. Əgər bu hal təkrar olunarsa, Cinayət Məcəlləsinin 306-cı maddəsinə müvafiq olaraq həmin şəxs cinayət məsuliyyətinə cəlb edilir.